Allah niye derhal adalet yaratmır? Zalimler niye cezasız kalır? Bu sual çok insanın beynini karıştırır. Dünyada haksızlık olur, pislik edenler rahat yaşayır. Yaxşı insanlar ise çətinlik çəkir. Bəs niye? İslamda bunun cevabı budur. Dünya adalet yeri değil, imtihan yeridir. Adalet ise tam şəkildə ahirette qurulacaq. Quran buyurur, heç kəsə zərrə qədər belə zülm edilməz. Nisa 40. Allah'ın derhal ceza verməməsi ədaletsizlik değil. Bu insanlara tövbə etmək, dəyişmək və düzəlmək üçün verilmiş müddətdir. Çünkü Allah mərhəmətlidir və insanlara fürsət tanıyır. Zalimler bu dünyada cezasız qaldı kimi görünə bilər. Amma bu yalnız bir gözləmə müddətidir. Əsl ədalət gecikmir. Sadəcə doğru zamanda gəlir. Dünyada qaçan ahirette mütləq tutulur. Yaxşı insanın çətinlik çəkməsi isə onun imtihanıdır və ahirette daha böyük mükafata çevrilir. Nəticə budur. Allah'ın ədaləti gecikmir. Sadəcə öz vaxtında təcəlli edir. Heç nə unudulmur.